Salam əziz uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən Salim müəllim ilə birlikdə 3-cü sinif Azərbaycan dili kəsiqə 2 nümunəsinə baxacağıq. Uşaqlar, yadınızda saxlayın. Mənim deməli sizə dediyim bu sualların siz mənim səsimi dondurursunuz, özünüz düzgün cavabı verirsiniz, tez-tez işləyirsiniz. Bax elə indicə dondurun. 7 nömrəli tapşırığa qədər 7 də daxil olmaqla işləyin qəşəng vərəqdə. Daha sonra mənim izahımdan sonra baxın görün neçə düz, neçə səhviniz oldu. Yaxşımı? Beləcə siz inkişaf etmiş olacaqsınız. Uşaqlar, bir də sizdən bir xahiş eləyim. Şəxsimə yazıb, iş nömrəmə yazıb mənim, yəni kəsəgələr istəməyin. Vaxt olduqca mən özüm vaxt edib, necə ki indi yəni vaxt etmişəm, çəkib qoyacağam sizə qəşəng izahla. Siz də baxıb yararlanacaqsınız. Yaxşımı? Deməli belə keçək nümunələrə. Gəlin baxaq birinci suala. Aşağıdakı sözlərdən hansılar varlığın adını bildirir? Altından xətt çəkin 5 ballıq sualdır. Gəlin baxaq sözlərə. Sözlərimiz hansıdır? Sevimli, dəmir, gəmi, qaş, qaşıq, dadlı, uca, xeyli, kitab, qələm. Uşaqlar, sevimli varlığın adını bildirir uşaqlar, isimli, sevimli. Əlbəttə ki, deyil, düzdürmü? Ona görə götürmürəm. Dəmir, nə? Dəmir. Gəmi, nə? Gəmi. Qaşıq, nə? Qaşıq. Dadlını götürmürəm, ucanı, xeylini götürmürəm. Kitab, nə? Kitab. Qələm, yenə isimli, nə? Qələm, düzdürmü? Ad bildirən sözlər hansı olacaq cavab olur uşaqlar? Kim, nə, hara? İsmi suallar hansılar idi? Kim, nə, hara? Yəni burada səhv salıb sifəti, sayı, feili götürmürük. Yaxşımı? İkinci suala baxaq. Sözlərin yaxın mənalarını tapın. Yaxın mənalı sözlər niyə deyilir uşaqlar? Leksik mənası eyni olan sözlərə yaxın mənalı sözlər deyilir, düzdürmü? Gözəl, yaxın mənası nə olar? Yəqin ki, siz də bilirsiniz bunu. Götürəcəyik qəşəng. Hasar, yaxın mənası nə olacaq uşaqlar? Deyəcəyik çəpər, düzdürmü? Eynək, yaxın mənası nə olacaq eynəyin uşaqlar? Deyəcəyik ki, eynəyin yaxın mənası gözlük. Daha sonra son. Son nədir uşaqlar? Son yekundur da, düzdürmü? Axırıncı deməkdir. Onu yazmırıq, axır yazmırıq, yekun yazsaq daha gözəl olar. Son, yekun. Vuruşmaq nədir uşaqlar? Vuruşmaq, yəni döyüşmək. Mən burada ola bilsin, xəttim biraz qarışıq oldu, amma belə şifahi deyirəm, yəni başa düşürsünüz də yəqin ki, vuruşmaq oldu, döyüşmək. Uca, ucadaq və yaxud da necə deyə bilər uşaqlar? Hündür, düzdürmü? Ucanın deməli yaxın mənası nə oldu? Hündür. Deməli belə uşaqlar, getdik 3-cü tapşırığa. Hansı bənddəki sözlər hara sualına cavab verir uşaqlar? Gəlin baxaq. A bəndi, pişik, dəftər, Bakı. B bəndi, Şəki, Quba, şəhər. C bəndi, həyət, Nərdivan və Sumqayıt. Uşaqlar, yer adları dedi ki, hara sualına cavab verir, düzdürmü? Ona görə də deyəcək ki, B bəndi. Şəki, Quba və şəhər. Getdik 4-cü tapşırığa. Hansı sözlər yerindən asılı olaraq həm böyük, həm də kiçik yazıla bilər? A bəndi. Qaya, ocaq, bulaq, jalə. Nalə daha doğrusu düzünü istəyirəm. B bəndi. Ceyran, Yasəmən, maral. C bəndi isə Seymur, Araz, Qəbələ. Uşaqlar, həm böyük, həm də kiçik yazılan hansı olacaq? B bəndi, düzdürmü? Ceyran həm adam adıdır, həm də ki, Ceyran meşədə gözəl Ceyran qaçırdı, düzdür? Yasəmən adam adıdır, həm də gül adıdır. Maral, həm maral adam adıdır, həm də ki, qoruqda çox gözəl marallar saxlayırdılar, düzdürmü? 5-ci demək ki, burada da olacaq B bəndi. 5-ci suala baxaq, konkret isimləri seçin. Uşaqlar, konkret mücərrəd yadınızdadırmı? Mücərrədi gözlə görə bilmirik, sadə dildə izah edim sizə, amma konkret isimləri gözlə görürük. A bəndinə baxaq. Bayraq, üzüm, kasa. Düzdürmü? Elə deyən kimi də bayrağı da, üzümü də, kasanı da gözlə görürük də, düzdürmü? Demək ki, konkret isimli də A bəndində götürürəm. Gəlin B bəndinə də baxaq. Sevinc, qayğı, meyvə. Burada qarışıqdır. Sevinclə qayğı mücərrəddir, amma meyvə konkretdir. Əmək, müəllim, qaçmaq. Əmək burada nədir uşaqlar? Əlbəttə ki, mücərrəddir, amma müəllimlə qaçmaq konkretdir. İndi isə keçək aşağıdakı mətnə və mətnə əsasən suallara. Usta Zeynalın 6 yaşında Tutu adlı bir qızı vardı. Tutu çox qarayannız bir qız idi. Anası onu körpə vaxtından Qaraca qız deyib əzlədiyi üçün əsl adı unudulmuşdu. Hər kəs onu badla çağırırdı. Qaraca qız çox nadinc idi. Qız uşağı olsa da qızlarla oynamağı sevmirdi. Həmişə oğlanlarla oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar. Çünki o çox cürətli idi. Mətndə hansı söz səhv yazılıb uşaqlar? Gəlin baxaq görək mətndə hansı söz səhv yazılıb. Diqqətlə mətnə baxsaq, biz görəcəyik ki, burada Usta Zeynalın sözündə Zeynal
Səhv yazılıb, düzdürmü? Zeynal burada balaca hərflə yazılıb. Amma necə yazılmalı idi Zeynal? Adam adı da axı böyük hərflə yazılmalı idi, düzdürmü? Ona görə də biz B bəndi Zeynalı götürəcəyik. Bax, burada fikir verin. Zeynal balaca ilə yazıblar. Necə olmalı idi böyük hərflə, düzdürmü? Getdik 7-yə. Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz edə bilərik? Altından hansı sözün xətt çəkilib uşaqlar? Fikir verin. Cürətli sözünün altından, bura baxın, xətt çəkilib. Hansı sözlə əvəz edə bilərik? O çox cürətli qız idi, yəni o çox cəsur qız idi. Ona görə də B bəndini götürəcəyik. Qorxaqla idmançını götürməyəcəyik. Getdik 8-ci suala. Bizə baxaq, mətnə hansı adı vermək olar? A bəndi Usta Zeynal, B bəndi Qara qızcığaz, C bəndi Qaraca qız. Demək ki, burada ad nə olacaq? Qaraca qız. 9-a baxaq. Hansı sözün kökü hərəkət bildirir? A bəndi məktəbli, B bəndi sevincli, C bəndi uçuş. A bəndində məktəbli sözünün kökü nədir? Məktəb. B-yə baxaq. Sevincli sözünün kökü nədir? Sevinc. C bəndində uçuş sözünün kökü nədir? Uç. Nə et? Uç. Düzdürmü? Deməli C bəndi. Ona baxaq. Hansı sözün kökü isimdir? A bəndi ipsiz, B bəndi qaçış, C bəndi sevimli. Uşaqlar ilə A bəndinə baxanda ip nə? İp. Elə A bəndini də götürürük. 11. Nöqtələrin yerinə buraxılmış şəkilçiləri yazın. Gəlin baxaq. Uşaq nə olacaq uşaqlar sizcə? Cümlədə hansı şəkilçilər buraxılıb? Bir yerdə baxaq. Uşaq dayanacaqda tramvaydan düşdü. Düzdürmü? Vaqonumuz yerindən tərpənəndə pəncərə şüşəsindən baxıb gördüm ki, həmin dilənçi uşaq tramvay dayanacağında durub bir qırmızı almanı ləzzətlə yeyir. Deməli, bizim mətnimizi gəlin indi uzaqlaşdırım, siz rahat görün. Uşaq dayanacaqda tramvaydan düşdü. Vaqonumuz yerindən tərpənəndə pəncərə şüşəsindən baxıb gördüm ki, həmin dilənçi uşaq tramvay dayanacağında durub bir qırmızı almanı ləzzətlə yeyir. Bu da bizim şəkilçilərimiz. Gəlin indi 12-yə baxaq. Qorxmaq sözünü hansı ifadə ilə əvəz etmək olar uşaqlar? A bəndi ürəyi düşmək, B bəndi boynunu almaq, C bəndi dayaq olmaq. Əlbəttə ki, A bəndi ürəyə düşmək. Ölkə adlarını hansı şəkilçilər artırmaqla xalq adları yarada bilərik? Uşaqlar, baxın görək variantlara. A bəndi dan, dən, B bəndi l, li, lu, lü, C bəndi ç, çi, çu, çü. Hansı olacaq? Əlbəttə ki, B bəndi. Düzdürmü? Azərbaycan olur nə? Azərbaycanlı. Düzdür? Demək ki, burada düzgün cavab olacaq B bəndi. Meksika olacaq, Meksikalı, bax, birində çəkdiyim misal. 14. Düzəltmə sözləri dairəyə alın. Uşaqlar, gəlin bunu mən biraz pozum, rahat görək. Düzəltmə sözlər şəkilçi qəbul etmiş sözlərə deyilir də, düzdürmü? Birinci hansını götürəcəyik? Dənizçi sözü düzəltmə sözdür. Daha sonra hansıdır uşaqlar? Bağban sözü düzəltmə sözdür və dostluq sözü düzəltmə sözü. Dairəyə alın dediyi üçün biz də dairəyə alaq. 15-ə baxaq. Verilmiş sözlərdən söz birləşmələri düzəldin. Nə sözlər verilib bizə? Günəş, məktəb, şüa, geniş. Quş, həyət, küçə, qanad. Deməli, nə yazacağıq uşaqlar? Yazacağıq ki, geniş küçə. Bu bizim bir söz birləşməmiz. Daha sonra məktəb həyəti və yaxud da məktəbin həyətinin cürəni istəyir. İndi mən belə yazdım. Sonra nə yaza bilərik? Günəş şüası və yaxud da günəşin şüası. Günəş şüası. Və quş qanadı. Quşun qanadı və yaxud da ki, quş qanadı. Quşun qanadı yazaq. Gəlin bunu da qoy, bu da belə olsun. Qanadı. Deməli, nə oldu? Geniş küçə, məktəb həyəti, günəş şüası, quş qanadı. Uşaqlar, kəsiqə yazanda sizə kiçik bir tövsiyə verim. Tələsməyin, vaxtından tez 5 dəqiqəyə yazın, düzün, qoşum aparın, qoy müəllimənin sınıfını yoxlasın, qəşəng 50 plusumu alım, eləməyin. Qalın rahat-rahat, fikirləşin, diqqətlə düşünün, qərarınızı verin. Bilmədiyiniz sual olanda da üstündə dayanmayın, çünki vaxtdan gedir. Buraxın o sual, gedin o birisilər yazın, qaydarsınız, yaxşımı? İnşallah hər birinizə kəziqini uğurlu yazmağı arzulayıram. Kanala bəyənməyi, kanalı abunə olmağı unutmayaq. Hələlik, sağ olun.